Selam, axşamınız xeyir olsun. Mən biyoloji bölümü məsləhəti. Deməli sizə bugün keçirilən OTK sınavının izahını verəcəm. Verməyə çalışacağım. Ümid edirəm anlaşıqlı olar. Başlayaq. Birinci. May böcəyinin ayaq buğumlarının bədənə birləşən hissəsindən başlayaraq düzgün ardıcılı müəyyən edin. Çanaq, bədənə birləşən deyirsə çanaq, burma, bud, baldır, pəncə. 2. Atmosfer. Deyir həcmi daha çox olan geosfer qatıdır. Bütövlükdə biosferin tərkibinə daxildir. Xeyr. 2 səhvdir. Canlıların inc beşiyi hesab olunur. Xeyr, o okeanlar idi və hidrosfer idi. 3 getdi. Ən aşağı təbəqəsi Yunancadan tərcümə. Aşağı təbəqə troposferdir. Ondan yuxarıda stratosfer yerləşir. Ona görə 4 olacaq. Demək 1, 4, 5-ci artıq stratosfer qatıdır. Ən aşağı qat sayılmır. Ona görə 1, 4, 3-cü dəvə-dabanı. Dəvə-dabanı gövdən şəkli dəyişməsidir. Köküm sovdur və qarmaqcığı ilə küləkli yayılmanı təmin edir. 4-cü insan ifraza sistemi sidiyi toplayan orqan sidik hissəsidir. Yazıb ki, ifraza sisteminin 2 orqanı ilə birləşən 2 dənə sidik axarı var, 1 dənə sidik hissəsi var. Ona görə orada birləşən 3 olar. B bəndə ektoderma mənşəli epiteldir. Xeyr, endoderma mənşəli epitelidir. Mədaltı vəzn eyni boşdan xeyr, elə cavab D bəndidir. 5-ci. Şib yatalımı. Şib yəni yuxarı və aşağı qatları mitseldən ibarətdir. Orta qat əksərən yaşıl yosunlardandır və ya da siyanobakteriyadır. Cavab B bəndi. Birin hüceyrə həm xitin, həm də glikogen olur, düzdür. Çünki göbələyin hüceyrisinin xarici qadı xitindir. 6-cı. ABCD bloku deyir ki, ardıcıllıq seçmə forması, təbii seçmə, suni seçmə. Deməli, baxırıq hərəkət vericilik nədir? Təbiidir. Suni seçmə isə B-yə gedəcək. Hərəkət verici C-yə də 2 gələcək. Deməli, suninin 2 forması var. Metodiki birləşmə kör təbii. Deməli, E-yə 5 gedəcək, metodiki 1 olacaq. K-ya da aiddir, fərdi və kütləvi seçmə. Ardıcıllıqla düzəndə C bəndi. 7. Yaxın qohum çarpazlaşdırma. Deməli, yaxın qohum çarpazlaşmada homoziqotun azalmasına səbəb olur. Xeyr. Təsərrüfat əhəmiyyətidir. Bəli. Heyvanların aləminin nümayəndələrinə tətbiq olunmur. Müxtəlif növlər ait canlılar arasında aparılır. Heteroz artma səbəb olur. Xeyr. Ona görə cavab elə B bəndi. Növbəti 8. Deyir quş əbbəyi. Quş əbbəyində ehtiyat qida maddələri tomurcuqdan savayı ziqotun bütün hissələrində toplanır. Ona görə fikrimcə ehtiyat qida maddələrinin toplandığı hissələr ziqotdan inkişaf edir. Düzdür. Lüşein bütövlükdə endosperm ilə əhatə olunur. Qabıq yalnız ana bitkinin əlamətlərini saxlayır. Nazik ehtiyat qida lüşein bütün hissələrdə xeyr. Elə cavab B bəndi olacaq. Çünki ehtiyat qida maddələrinin toplandığı hissələr ziqotdan inkişaf edir. Çünki lüşein hissələrdir, o da ziqotdan yaranır. 9. Hansı proses insanın həzm kanalına getmir? Bu gedir, bu gedəcək, bu gedəcək, bu gedəcək. Amma bu enerji mübadiləsi zamanı baş verən bir prosesdir. Ona görə C bəndi getməz. Yəni ağızdan başlayıb anusda bitən prosesləri soruşur bizdən. Ona görə monomerləri tapırıq. Glikoza artıq karbon qazı oksigen ilə parçalanması mitoxondrial bu hüceyrə tənəffüsü zamanı baş verir. 10. Foraminifer bir hüceyrəlidir. Mərcan boyu çox hüceyrəlidir. Oxşar cəhət soruşur bizdən. Sinir hüceyrənin olması, xarici skeletin olması. Bəli, hər ikisində elə çanaq skelet var. Tarantul hörümçəklər dəstəsinə aiddir. Tarantul hörümçəklərdə daş gömürdədir. Ona görə elə hörümçəklər daş gömürdə əmələ gəlib. Orada kərtənkələ əmələ gəlib, uçan cücülər əmələ gəlib. Nereid. Qumqurdu və nereid yan yanadır. Qumqurdu gəlsəməkdir, nereid bədən səthi iləndir. Deməli, nəmli və quru lildə, qumlu torpaqda yaşayır. Ona görə nəmli yerdə bütün bədən səthi ilə suda əlmamış oksigen alacaq. 13. Qalğa Avstraliyada tapılan, baxın, demin ilk dəfə, ümumiyyətlə deyir, Avstraliyada tapılsın. Avstraliyada tapılan ilk başda kramanyonlar tapılıb Fransanın Kramagnon şəhərində. Daha sonra
digər bölgələrdə və Avstraliyada tapılıbdır. Deyir ki, təkamüldə sosial amillərin rolu daha üstündür. Bəli, elə bu olar. Çünki beyni 1600-dür. Dini üşüyümləri ilk dəfə Neandertallarda olub. Asiyada tapılan bu deyil. Yastıqçıqları yoxdur. Katarakt billurun yastılaşmasıdır. Bulanmasıdır. Billur da neçə nömrədə? 2. Down xəstəliyinin əlaməti deyil. Down'da burun sifətə yayılmalıdır. Burada yazıb ki, elə nazikdir. Görən kimi elə götürərik. Yetkin sfagnom deyə quş mamırından öz təksinə 20-25 dəfə çox su udur. Onda deməli onun ölü hüceyrələri var idi da, ölü hüceyrələri. Retroviruslar. Normalda DNT üstünə RNT sintezi gedir. Burada isə RNT üzərindən DNT sintezi gedir. Ona görə bu RNT tərkibli virusdur. 1. İrsi materialı kapsid sudanla qorunur və urasil var. Ona görə B bəndi. 18. Deyir, çarpaz tozlanan bitkinin iki kat mayalanmada iştirak edən cəmi xromosom dəstənin cəmiyyətin iki kat mayalanmada iştirak edən 2 sperm mərkəzi hüceyrə bu. Bunların cəmiliyi 7. Deyir ki, sperm A-dır, yumurta hüceyrə də B-dir. Onda deyir ki, A-nın üstə B-ni gəliblər 3 eləyib. Bizdən deyir ki, erkəyin xromosomunu tapın. Tamam. Deməli, 2 dənə sperm var. Ona neçə eləyər? 2A üstə gələk. Yumurta hüceyrə endisə, deməli, mərkəzi hüceyrə 2B-yə bərabərdir. O da eləyir toplamda 3B bərabərdir 7. Buradan A-nı tapıram. Mənfi, burada sistem təhlil eləyirəm. 2-yin çıxır. Mənfi 2-yə vururam. Çünki B-ni də tapıram ki, N-dir. A2'yi tapdım, B'ni N tapdım. Deyir, erkək bitkinin xromosom dəstəsini hesablayın. Onda deməli 4 etdi. 19'da deyir ki, rentgen suallarının yüksək dozaları seydik şən keçiricini pozur. Sonra xəstəlik müqaviməti artır, xeyr. Qanın müdafiəsi xəstəliksə düzdür. Zəiflədi, artır, xeyr. Sonra xəstəlik həssaslığı artırır, düzdür, immuniteti pozur. Çünki 1, 3, 5. Uşaqlıq borusunda nə ola bilər? Mayalanma ola bilər. Sarı cisim əmələcəklər xeyr. Ovulyasiya xeyr. Yumurta hüceyrə tam yetişir, bəli. Zigot bölünməyə başlayır, bəli. 1, 4, 5. Quşların hava kisələri haqqında doğru olmayanı tapın. Həmin uçan quşlar da uça bilməyənlər əksinə böyük olmalıydı. Elə bu bənddir. 22-də deyir, sağlam insanda qanın miqdarı maksimum eritrosit 1,4-5 milyondur. 4 yanında 6 dənə 0. Leykositin miqdarı isə 4-10 mindir. Bunda yanında 3 dənə 0. Trombosit isə 150-400 mindir, maksimumu qoydu 400 min. Baxırıq ki, birli minli rəqəmə artıqda heç axtarmaya ehtiyac yoxdur, oxşarı yoxdur, çünki elək bənd. 23. Refleks göğsünün 4-cü hissəsi, deməli reseptor, hissi yol, mərkəzi hərəki. Deməli 4-cü yol nə oldu? Hərəki. Hərəki yol, mərkəzi sinir sisteminə bozmadı əmələ gəlməsinə iştirak etmir. Niyə etmir? Edir axı. İmpulsları işçi orqanlara ötürür. İmpulsu birbaşa işçi orqana ötürür. Sinirlərin 2 növünün tərkibinə daxildir. Hərəki siniri mi də qarışıq sinir. Neyronların digərinin 2 növü ilə sinaps əməliyyatı. Ara neyrondan, əgər sadə refleks göstərsə hissi neyrondan əmələ gətirir. İmpulsu birbaşa reseptordan qəbul edir, xeyr. Ona görə 2, 3, 4 olar. 24. Silək buranı. Başlayaq. Deməli, ölçüsü kütləsi böyük olan azot əsaslanan sayı 15.000. Ölçüsü kiçik olan azot əsaslanan sayı 10.000'dir. Birinci deyir ki, fikir verin bura. Mən də burada sizdə diqqətli yeriyirdim az qala. DNT molekulun bir zəncirindədir. Baxın, bir xəttdə budur. Tamam. Ölçüsü bərabər olanlar, böyük olanlar buydu. 15.000. Timinlə sitozininki isə 10.000'dir. Baxın, söhbət bir zəncirdən gedir. Onda bir zəncirdə cəmi neçədir bunlar? 25.000. 2 zəncir olanda neçədir? 50.000. Tamam.
Tapdıq nükleotidimizi. Tapdıq. Nəyə görə birbaşa nükleotid tapırıq? Məsələdə nə deyir? Deyin ki, molekulunda artıq adeninin nisbəti guaninə 4-ə bərabərdir. Onda adenin nəyə bərabərdir? 4 guaninə. Gəlin indi tapaq. Deməli, adeninin qiyməti 4 guaninə bərabərdir. Deməli, bir dəqiqə, hara getdi bu? Aha, adenini yazı silindi. Adenini, guaninə, timin, sitozin. Düzdürmü? Toplam neçə elədi? 25. Bir zəncir idi və yazdıq. 2 zəncirdən neçə elədi? Onda bunlar 2 zəncir qoyuram. Elədi 50.000. Tamam. Deməli, hər iki zəncirdə bunların toplam nükleotid sayı 50.000-dir. Ümumiyyətlə deyirik ki, adeninlə guaninin cəmi, timinlə sitozinin cəmini, purin və pirimidlər əsaslanan cəmi bir-birinə bərabərdir. Onda adeninlə guaninin cəmi nəyə bərabər olar? Deyirik ki, bir də burada demişdik, adenin nisbəti neçə idi? Guaninə molekulda 4-ə bərabərdir. Adenin nəyə bərabərdir? 4 guaninə. Deməli, bunların bir-birinə cəmi bərabərdir. Onda belə eləyək. 50.000 molekulda, onda bu ikisinin molekulda cəmləri nəyə bərabər olar? Deməli, purin əsaslarıdır, pirimidin əsaslarıdır. Bunların cəmi bir-birinə bərabər olacaq. Bu ikisi bir-birinə bərabər yarıya bölünür. 25.000 budur. 25.000 də bu olacaq. Aha. Deməli, molekulda purin əsasları pirimidin əsaslarına bərabər olur. Tamam. İndi gətiririk yerinə qoyuruq. Adenin nəyə bərabərdir? 4 guanin. Gətirirəm burada yerinə qoyuram. Deməli, guanin miqdarını tapıram. 5.000. Bu qədər. Guanin tapıldı. Bizdən nəyi soruşur? Hidrogen rabitələrin sayı. Hidrogen rabitələrin sayıda 2 adenin üstə gələk 3 guanin idi. 2 adenin üstə gələk 3 guanin və yaxud da ümumi nükleotidin üstünə gəlirik neçəsini? Ümumi nükleotidin üstə gələk guanin sayını. 50.000 üstə 5-in gələn neçə eləyir? 55.000. Bu qədər. 25. Deməli, 25'də deyir ki, deməli, buradakı 25'də deyir ki, örtü toxumlar fəsiləsi verilibdir və deyir tapın. Ümumiyyətlə, burada kasa yarpağı, ləçək və eşəkçiklər 1.5 dəfə çoxdur eşəkçik ona. Onda bu, deməli, xatt səhlidir fikrimcə. Bu xatt səhli olacaq. Meyvəsi açılmır. Toxum qabığı yaxşı inkişaf eləyib. Burada səhv yol verə bilərəm. Çiçəyi ətirli nektarlıdır, çarpaz tozlanır. Çiçəklərdə kasa yarpaqları bir-birinə bitişidir, xeyr. Sonra bəzən kökün şəhidləşməsi var, bəli, turpda, çoğundurda, xaç səhlidir və şəkilləşməsinə rast gəlinir. Düzdür. Sonra növbəti deyir, yarpaqlar qarşı yox, növbəli düzdür. Ona görə burada cavab olacaq 1, 2, 3, 5. 1, 2, 3, 5. İnsan skeletindən soruşur. Deməli, burada yastı sümüyü də görürəm. Ətrafı tamamını görürəm. Növü də buradadır. 2 növ sümüklə birbaşa birləşir. Axı, yuxarı ətraf bir dənə omuya birləşir. 2-ci, 3-cü fəqərəsindən olur. Bir növ olur, o qarışıq sümük fəqərələrdə. 3 sümüyü qırmızıdır. 3 sümüyü. Ümumiyyətlə, bütün sümüklər içində qırmızı sümükçiliyi var. Amma borlu sümüklərdə sarı sümükçiliyi də var. O da 3 dənə idi. Amma bu deyil. Oynaqların əmələcəsində omuzun borlunun ikisi iştirak edir. Bəli, oynağı bir buradadır. Bir də aşağıda iri olan o xırda yekənin altında durur. Ona görə 2 olur. Şəkildə görsənir çünki elə. Bükülməsini 4 başlı bu dəstəsi təmin edir. Xeyr, 4 başlı dəstə açıcıdır. 2 başlı bükücüdür. Sümüyün 3 növündən təşkil olunubdur. Baxaq, yastı da var, uzun borlu da var, qısa da var. Bəli.
gövdən sümüyü ilə birbaşa birləşmir. Axı omuya birləşir. Oma da gövdənin sümüyü da onurğa döş qəfəsi və onurğa sütunu gövdə skeletini təşkil edir. Gövdənin oma sümüklərinə birbaşa birləşir. Bu səhvdir. Cavab onda burada nə olacaq? 3, 5. Yaxşı. 27-dən deyir ki, 27-ci sualda deyir ki, birinci nə olar? Neştərçə. Bəli, qabırğası yoxdur, döş qəfəsi yoxdur. İkinci nə olar? Forel balığı. Bəli, D, Y. Çünki onların qabırğası var, qəfəsi yoxdur. Üçüncü də hər ikisi var. Deməli, nə olar? A, C. Növbəti bir sual ağlımda qaldı. Deməli, açıq suala baxaq. Situasiyanı diqqətli oxuyun. Deyir, çiyələk veribdir və baxaq. Tamam. Bilir ki, dişisi x, y deyir ki, x, x-dir, bizə variant veribdir. Deyir, yazın. Mərkəzi hüceyrə ana hüceyrə x-dirsə, bütün hüceyrələr x-dir. Ana y-dirsə, bütün hüceyrələr y olacaq. Mərkəzi hüceyrəndə nə olur? X olacaq da təbii ki. Rüşeymi nə olur? Atada x zaten verir. Ana onsuz da x'i verəcək. X olacaq. Endospermi nədir? Ana zaten x2'dir. Ata da x'i verəcək. Keçdim ikinci variant. Ana y-dirsə. Ana y-dirsə mərkəzi y olacaq. Rüşeymi erkəklə dişidən. Ana onsuz da y verir. Ata həmişə x'i verir. Endosperm 2 dənə anadır. Çünki ana y-dən dönür. Ata isə bir dənə x'dir. Bu da atanın ikinci variantı. 29. Vehdadir çoxalmada nədir? Vehdadir çoxalmada bığcıqda gövdən şəkli dəyişməsidir. Bu bitki çiçək düsturudur, gülçək nəfəsləsinə aiddir, yalan fındıqca meyvədir və yığmaq fındıqca meyvə. Ona görə ki, əsasıb işləyəcək, erkəsi verişəcək sonsuz saydadır. Üzrə sayın axşamda biraz səssizdə yarışmaq məcburiyyətində oldum. Ümid edirəm səhvə yol vermədən izahını verə bildim. Səhv olsa rəy bölməsinə qeyd edə bilərsiniz. Sağ olun.